tam ad soyadı budur. Bugün AXC-nin sübut haqqında danışacağım. Hamının bildiyi kimi 20-ci əsrin əvvəllərində artıq Azərbaycan tarixinin şanlı səhifələrindən biri açılmışdı və 19-cu əsrdə itirilmiş dövlətçilik ənənələrimiz yenidən bərpa olunmuşdu. Şərqdə ilk cümhuriyyət yaranmışdı. Məmməd Əmin Rəsulzadə və onun sağdaşları tərəfindən yaradılan bu cümhuriyyətin ömrü o qədər də uzun çəkməmişdi. Lakin bu qısa zaman kəsiyində o çox vacib tədbirlər həyata keçirmişdi. Məsələn, Azərbaycanın de facto tanınmasına nail olmuşdu. Bunlardan başqa deyə bilərik ki, mənfur düşmə yenə də AXC-nin sübutu üçün əlindən gələni edir. Məsələn, deyə bilərik ki, Sovet Rusiyasında 1920-ci ilin əvvəllərində Çerin dəfələrlə nota göndərərək Deniklinin ağırlıqçı qüvvələrinə qarşı birgə mübarizə aparmağı təklif etmişdi. Lakin AXC bunun Rusiyanın daxili iş olduğunu bildirərək təklifdən imtina etmişdi. Və belə bir vəziyyətdə yenə də bizim ordumuzun fikrini şimal sərhədlərindən uzaqlaşdırmaq istəyirdilər. Bunun üçün də həmişə kimi öz əlatlarından, yəni ermənilərdən istifadə etdilər. Və Qarabağda ermənilərin əli ilə qaldırılan qiyam nəticəsində Şuşa, Xankəndi, Əsgəran, Xocalı, Tərtər üzərinə hücumlar olundu. Lakin yenə də rəşadətli ordumuzun əzmi ilə bu mübarizə, yəni düşmənlər məhv olundu. Və ermənilərin Keşiş kəndindəki ən güclü dayaq nöqtəsi də məhv olunmuşdu. Və belə gərgin vəziyyətdə hökumət daxilində də fikir ayrılıqları yaşanırdı. Parlamentin bəzi üzvləri deyirdi ki, biz Rusiyaya geniş güzəştlərə getməliyik, bəziləri isə Rusiyaya sərt münasibətin tərəfdarı idi. Və bunun nəticəsində martın 30-da Yusifbəylinin hökuməti də artıq istefa verdi, Minskə tapşırıldı, lakin bu da mümkün olmadı. Biz hərbi yardım üçün müraciət etdik, lakin Gürcüstan da hərbi yardım etmədi. O zaman qardaş Türkiyə Antanta qüvvələrinə qarşı milli azadlıq mübarizəsi aparırdı və rusların bizim ərazimizdən keçərək onlara kömək etmək istəyi də artıq AXC-nin əl qolunu bağlayırdı və 1920-ci il aprelin 21-də artıq hücum əmri verildi. Aprelin 26-sından 27-sinə keçən gecə 11-ci ordunun AXC hüdudlarına daxil oldu və bunun nəticəsində də nahaq qan dökülməsinin qarşısını almaq üçün parlament sonuncu iclasını keçirdi və bu zamanda hakimiyyəti yerli kommunistlərə təhvil verdi.